qədər işlər may ayının sonlarına qədər ki pH aralığıdır. May ayının sonundan başlayaraq artıq bir çox meyvələrin maylanması sonlanır və bəziləri yetişmə dövrünə keçir və əsas ehtiyac olan elementlər isə kalium, kükürt və molibden elementlərdir. Ümumi bitkidə isə azot, fosfor, kalium, kalsium, magnezium kimi ümumi bitki formalaşdıran elementlərə də ehtiyac yaranır və iyun aylarında da torpaqdakı pH dəyişməsi də buna xidmət edir. Yəni hər bir elementin vəzifələrini saysaq, yarpaq əmələ gəlməsi, yeni şivlər, meyvə deformasiyalarının önlənməsi, organik maddənin istehsalı, hüceyrə bölünməsi və s. və ilə axır bütün bunların hamısı hansı elementlərlə əmələ gəlir? Həmin elementlər üçün də təbiətdə optimal pH formalaşır. Və gəldik iyulun 15-dən avqustun 15-nə kimi torpaqda pH qalxır 8.5-ə. Bu isə fosfor və borun qəbulunu dayandırır. Bitki enerjisiz qalır. Bunun baş verməsinə səbəb nədir? Təbiət belə bir şeyə niyə ehtiyac duysun? Yarpaqlar qocalır, organik maddə istehsalı zəifləyir, yarpaqlar tərs türs çevrilməyə başlayır və bütün elementlər mənimsənilir, iki element xaric, bor və fosfor. Biri enerji təmin edir bitkiyə, digəri isə bitki daxili suyun hərəkətini tənzimləyir, hərəkətinə icazə verir. Bu iki funksiya dayandığı halda əslində bitkinin digər elementləri də mənimsənilməsi mümkün deyil. Yəni o deməkdir ki, bütün elementlər 8.5 pH-da dayanır. Bu iki proses dayandığı halda bütün meyvələr şirinləşməyə başlayır. Avqustun 15-dən artıq şəkər götürməyə başlayır bütün meyvələr. Ağacın bütün şəkərini özünə götürür. Və burada baş verən isə bizim anladığımız formada izah eləsək nəyə bənzəyir? Sanki çal meyvəni dərirsən ağacdan, qoyursan ambara və yaxud nə bilim evdə harasa qoyursan ki yetişsin. Təsərrüfatda da həmin effekt yaranır. Çünki heç bir qida yoxdur, hərəkət yoxdur və meyvələr şirinləşməyə başlayır. Yəni ağacın üstündə elə bir saxlamaqdadır da bu. Meyvələr şəkəri o vasitə ilə götürür. Həmin vaxtı, yəni bu etabı keçdikdən sonra torpaqda əsas fosfor, kalium, kükürt, bor və molibden elementi ciddi hərəkət qazanır. Yetişmənin tez baş verməməsi üçün, meyvə iriliyi əldə etmək üçün bu dövr bor və kalsium çiləməsi aparılması tövsiyə olunur. Tövsiyə olunandır. Çünki kalsium ksilem elementi olsa da, ksilem elementi bilirsiniz də daha sürətli danışır. Bu dövrdə ksilem kalsiumla məşğul edilməli deyil. Çünki kalsium ksilemdə də olsa ağır daşınır və bütün kanalı məşğul edir. Və kalsiumu yarpaqdan verməklə intensiv hüceyrə bölünməsi təşkil edilməlidir. Və ksilemlə kalium, natrium, magnezium kimi hüceyrə bölünməsində yaranan boşluqları dolduracaq elementlər daşınmalıdır. Əgər kalium, kalsium balansını təmin edə bilsək torpaq bitkidə, meyvədə də partlama olmaz. Kalsium olsa, kalium olmazsa meyvədə çatlamalar çox olacaq. Əksinə də olsa eyni prosesdir. Yəni meyvəyə çəkini kalium verir, həcmi isə kalsium verir. pH 8.5-dən çox olduqda mənimsənilən elementin sayı azalır. Bütün pH aralıqlarında mənimsənilən azot belə artıq oyundan çıxır. Yəni qışda azotun işi mənimsənilməkdən çox torpaqdakı mühiti təşkil eləməkdir. Bəzən deyirlər, nə bilim, azot ağacı oyadır, payızda azot verəndə azot ağacı oyadır və s. bu mövzunu anlamamaqdır. İşin biologiyasını anlamamaqdan qaynaqlanır. Azot verməsəniz də yağıntılarla qış boyu torpağa artıqlaması ilə azot və kükürt təmin edilir. Özdə full azot, yəni ən lüks azot. pH 9 olduqda mənimsənilən, yəni demək onun mənimsənilməsi də mümkün deyil və heç bir oyanmada baş verə bilmir. Əgər azot ağacı oyatsaydı ilə yağışlarla ağac əməli başda oynardı. pH 9 olanda mənimsənilən elementlər kalium, kükürt, bor və molibden elementi. Azot nə qədər versəniz də mənimsəməyəcək. Molibden növbəti ilin meyvə gözlərinin daxili simmetriyasına baxır. Yaxşı olar ki, payız dövründə də meyvə gözləri kəsilsin, baxılsın, kontrol edilsin. Əgər meyvə gözündə simmetriya yoxdursa, o meyvə gözünün yazda meyvə olması da mümkün deyil. Ona görə də kontroldan sonra ağaclara molborsinko vermək lazımdır və yaxud molborsink vermək lazımdır. Hətta kontrol etməsəniz də olar. Avqustda vermək olar. Yəni heç bir kontrol eləmədən. Tədbir üçün. İkinci mənimsənilən element bordur. Bor həmin dövrdə meyvə gözlərinin daxili ehtiyacıdır. Və bitkinin yarpaqları qoca olduğuna görə suya əziyyətlə içir. Fotosintez qabiliyyəti aşağı düşür.
Bitkidə intensivliyi artırmaq üçün bora ehtiyac yaranır. Çünki bor bitkidə suyun hərəkətinə də icazə verən elementdir. Həm geri hərəkət başlayır bitkidə. Üzvü maddələrin torpağa kökə daşınması baş verir. Kaliumun bitkiyə daşınması baş verir. Yetişmə dövrüdür çünki və s. və ilaxır. Belə deyək. Yorğun bitki bütün bu işləri intensiv görmək yorğun bitki üçün çətin olur. Yəni intensivləşməsi ondan ötürü zəruridir ki, həm meyvə yetişməsi, həm meyvə gözünün hazırlanması, həm bütün qış hazırlıq işlərinin tamamlanması, yəni ağacın artıq suyunun aşağı doğru hərəkəti və s. bu işlərin hamısına vaxtın çox az qalmağı. Məhz bu işlərin çatdırılmasına görə də bu qədər elementlərin içində bor və fosfor elementinin mənimsənilməsi, yəni 8.5-də durur və 9-da yenidən başlayır. Mənimsənilməsi, hətta bu intensivləşmənin nəticəsi olaraq ağaclar faizdə olsa da yenidən yarpaqlayır və intensiv çivilənmə göstərir. Çünki iş çoxdur, vaxt azdır. Temperatur artıq aşağı düşməyə başladığına görə bu da vaxtı pis təsir edir. Çünki temperatur aşağı düşdü, pH da kömək etməyəcək elementlərin mənimsənilməsinə və qidalanma da tamamilə dayanacaq. Ona görə vaxtımız az qalır. Ağacın üstündə yarpaq ola bilər, amma mənimsənilmə baş verə bilmir. O yavaş-yavaş saralmağa doğru gedən yarpaqlar.